Salam. Salam dedi. Salam. Bugün ne edəcəyik? Leyla ne edəcəyik? Deməli, biz Amerikada təhsil aldığımıza görə istədik ki, yararlı bir video çəkək. Amerikada oxumaq istəyənlər üçün 50 dənə maraqlı bir dənə, yəni məlumatlandırıcı suallar Onlar da çəkik hazırlatmışıq. Fikirləşdik. Cavablandırmaq istəyirik ki, yəni Amerikada gedənlər üçün yararlı bir video olsun da. Çünki çox yəni məlumat tapanmalar axşamda. Məsələn, mən özüm tapanmırdım. Çox da insan falan axtarırdım. Eyni zamanda kofe və waffle var. Sən nə içirsən? Mən white chocolate mocha içirəm. Mən də iced salted caramel waffle içirəm. Dostlar, çox qəşəngdir. Əgər biri maraqlanırsa xarici təhsillə bağlı ya da Amerikada təhsillə bağlı, suallarına cavab tapsın. Suallarımız da belə gördüyünüz kimi 50 dənə sual var. Düzdür, mən bilmirəm tam hamısını oxumadıq suallar nədir, amma oxuya-oxuya sizdən birlikdə cavablandıracağıq zaten. Bir sualı sən cavabla, bir sualı mən, yoxsa hər sualı ikimizə cavablandıraq? İkimiz də məncə cavablandıraq da, fərq yoxdur. Birinci sual. Amerikada oxumaq doğrudan da çətindirmi? Məncə biraz da effort versəz, yəni oxuya bilərsiniz rahat. Çox da belə bütün gün oxumanıza ehtiyac yoxdur, gecə gündüz. Amma yenə də nə qədər çox oxusa, o qədər də qiymətləriniz yaxşı olacaqdır. Əsasən də dil üçün çalışmaq lazımdır. Çünki əgər yetərli qədər dil biliniz yoxdursa, o imtahan asandırsa beləsə çətin olacaq. Yəni istər-istəməz. Keçək ikinci suala. Amerikada tələbə olmaq film kimidir, yoxsa daha stresslidir? Məncə ümumiyyətlə tələbə həyatının özü biraz stresslidir. İmtahanlar var, dərslər var. Amma o insanın özündən də asılıdır da. Yəni necə hər şeyi mənc eləmək nədir? Mənc eləmək. İdarə eləmək. Hər şey necə idarə edəcək? Məncə o biraz da uşağın, tələbənin özündən asılıdır. Mən əgər cavab verəcək olsam, məncə filmlər kimidir hətta. Çünki bilirsiniz necə? Çünki ətrafınız çox belə fərqli insanlardan olur. Yəni hər cür insan görürsünüz, hər irqdən, hər millətdən. Onlarla qaynıb qarışa bilirsiniz. Sonra başqa necə deyim, ətraf mühit. Yəni bəzi insanlar uşaqlığından Amerikan serialları ilə, Amerikan filmləri ilə böyüdüyü üçün istər-istəməz gedib o mühitə düşəndə siz o hissi alırsınız. Yəni Amerikan filmində imişsiniz kimi hiss edirsiniz. Amma imtahanlar olana qədər də, yəni imtahan olandan sonra o hiss gedir. Filmlərdə imtahan stresi falan yoxdur da, ancaq əyləncədir. Amma imtahan stresi də olacaq təbii ki. İkincini oxuyurum. Universitetə qəbul olmaq nə qədər çətindir? Məncə yenə o da insan özündən asılıdır. Əgər oxusaz, yaxşı bal yığsaz, həqiqətən rahat olacaq. Yox, oxumasaz, yəni təbii ki, çətin olacaq. Qısaca da SAT və IELTS imtahanları ilə qəbul olursunuz. Onun nə qədər çətin, nə qədər asan olmağı da sizin yığdığınız balla və yaxud sizin yönləndirən insanla ya da sizin seçdiyiniz yolla asılıdır. Nə qədər çox çalışıb oxusaz, o qədər də yaxşı bal yığarsınız və sizin üçün daha rahat olacaq. 4. Amerikaya ilk gələndə ən böyük şok nə idi? Çox maraqlı sualdır. Mənim üçün ən böyük şok yəqin ki, ilk şok o ola bilər ki, insanların bu qədər çox üzr istəməsi. Həqiqətən, yəni, məsələn, səhvən birinə toxunursunuz, yəni çox səhvən, heç toxunmasanız belə, məsələn, yanına belə qolunuz sürtsə belə, çönüb sizdən onlar üzr istəyirlər. Halbuki, məsələn, günah sizdədir, onlar sizdən üzr istəyirlər. Və belə, məsəl üçün, bəzən elə bir birinci qapıdan çıxırlar sizdən öncə, arxada sizin üçün, məsələn, qapını tutmaq yadlarından çıxır. Çönüb onun üçün də belə üzr istəyirlər. Məndə belə bir şok var idi ki, bizdə indi Azərbaycanda mədəniyyətən oğlanlar qızlar üçün qapını tutur, sonra üzrlər keçirlər. Və sən sonradan gəlsən belə. Mən keçirəm, oğlan məndən qabaq keçir, qapını da belə bağlayır. Bağladı qapını. Normalde qapını əvvəldən eləyənlər də var. Əvvəldən tutmayanlar da var, yəni sonra keçənlər də var. Heç hörmət eləmir o zərsən. Təhsil sistemi bizim ölkədən nə ilə fərqlənir? Məncə təhsil sistemi o cəhətdən fərqlənir ki, məktəb vaxtı uşaqları çox yormurlar. Yəni məktəb sistemi Azərbaycanın məktəb sistemi qədər yorucu deyil, amma universitet sistemi mən deyərdim ki, hətta daha çətindir. Universitetə baxarsaq. Çünki əsasən də Amerikanlar üçün, çünki Amerikanlar məktəbdə çox oxumur, amma universitetə gedən üzərlərinə bir yük düşür və elə bir şey. Məncə Azərbaycandan fərqli olacaq. Məncə onlar da məncə sıxılırlar bu arada. Sıxmırlar. Son illərdə sıxılırlar. Universitet dəyişə də bilir. Amerika universiteti Amma çətin tərəfləri də var, asan tərəfləri də var. Yox bu arada, məncə universitet Amerikada yəni daha çətindir. Nəyə çətindir? Amerikada
Və bunu da deyim, Azərbaycanda uşaqlar daha çox imtahana yaxın oxuyurlar. Daha çox həmişə belə var. Onlar əvvəl çox oxumurlar, amma Amerikada hər dəfə oxumalısınız. Çünki çox ev tapşırıqları verirlər, əlavə essilər falan verirlər. Ona görə əvvəldən çalışmalısınız. Əgər siz bir müddət oxumasanız, imtahana yaxın çox üst-üzə düşəcək və çox çətinləşəcək. Ona görə yəni həmişə mütəmmədi olaraq oxumalısınız. Və şeydə demişim, məsələn Azərbaycanda imtahanlara 1 ay falan vaxt verirlər, mən bildiyim qədərilə. Amma Amerikada sizə 1 həftə vaxt verirlər. Yəni hətta mənə 1 həftə də vermədilər. Məsələn 9 deyək ki, dərslər qutarır, 12-si də imtahanlar başlayır. O 1 həftədə imtahan vaxtı olur. O da finallar axır vaxtları olur da, yəni finallar axırlarda olur. Midtermlər belə çox dalbadal olur. Və məsələn midtermü qutardınız, 2 gün sonra finalınız da ola bilər. Yəni məndə şəxsən elə olmuşdu. Hansı ki çox qəribə bir şey. Çox olur, amma arada elə də olur. İngilis dili bilməsən yaşamaq mümkündür. Bilməsəz əslində yaşamaq mümkündür, amma çox çətinlik çəkəcəksiniz də. Yaşamaq mümkündür, oxumaq mümkün deyil. Tələbəsizsə dili bilməsəz çox çətin olacaq sizin üçün. Amma yəni yaşaya bilərsiniz təbii ki də. Çünki mən çox tanıdığım var ki, Amerika gedirlər, amma A1 səviyyəsində falan dil bilirlər də. Biraz öyrənirlər indi danışıq dilini, amma çox da bilmirlər. Sadəcə yaşaya bilirlər, rahatlar. Prosta çətinlik də çəkirlər də. Amma tələbə kimi gedirsinizsə, dil bilmirsinizsə, çox çətin olacaq. Çünki dərslərin falan hamısı ingilis dilindədir, danışıq dili ingilis dilindədir. Başa düşməyəcəksiniz səsini. Mən keçirəm bir şey soruşum. Aksent problem yaradırmı? Aksent heç problem yaratmır. Yəni həqiqətən heç problem yaratmır. Çünki sizin ətrafınızda o qədər fərqli mühitdən fərqli insanlar olur ki, hərəsi də bir aksentlə danışır. Amerikan aksenti ilə danışan insan olur, Britaniya aksenti ilə, Avstraliya aksenti ilə, Hindistan aksenti ilə. Yəni həqiqətən ona görə yəni heç kim sizin nə aksentdə danışdığını vecinə almır ya da siz düşünmürsünüz ki, ay elə danışmayım, insanlar mənim haqqımda nə düşünər ya da bir sözü səhv dedim, mənə gülərlər. Heç bir problem olmur yəni həqiqətən. Amerikalılar xarici tələbələrlə necə davranır? Çox onlar ümumiyyətlə bütün yəni hamıya çox səmimidirlər, çox gülər üzlü, mehriban yanaşırlar insanlara qarşı. Məncə yəni ona görə, yəni mən heç belə pis yanaşanı görməmişəm. Hələ belə deyirlər ki, yəni hava oldu həqiqətən, xarici ölkəyə gəlirsiniz, tək başınızdasınız burada. Dost tapmaq çətindir. Əsla. Heç çətin deyil. Yəni mən universitet həyatından daha çox danışa bilərəm, çünki gündəlik həyatdan yəni çox bir məlumatım yoxdur. Amma məsələn universitet həyatında zaten çox yaşıdlarınız olur ətrafınızda. Və yəni siz hər hansısa birinə gedib yaxınlaşanda, nə bilim bir sual verəndə çox çəkinmədən, yəni heç çəkinmədən daha doğrusu həmsə kömək edirlər, həm də belə nə bilim yemək vaxtıdırsa deyirlər gəl oturaq bir yerdə yemək yeyə, bir yerdə kofe içək, söhbət edirsiniz. Nə bilim Instagramlarınızı verirsiniz bir-birinizə, söhbətiniz uzanır. Yəni bu mövzuda heç bir problem eləmirəm. İlk aylarda ən çox nə çətin gəlir? Ora alışmaq. Mən əsasən tərcih etmişdim. Ona görə mənə daha da çətin idi də. Çünki aeroporta getdim. Yəni bütün tərcih sonra aeroportdan biraz Bostondan bizim şəhərə getməkdə 2 saat çəkdi. Oradan da tək biraz depressiyaya falan düşmüşdüm də. Sonra da biraz yəni yeni insanlardı, tanımadığım bir yerdi. Ona görə biraz depressiyadaydım. Amma sonra insan çıxır, yəni öyrəşdikcə. Sonra mən gəldim. Daha da geçirləşdi günlərim. Dərslər daha çox praktiki yoxsa nəzəri olur. Bu balanslı olur, həqiqətən çox balanslı olur. Onlar sizə nəzəri keçəndən sonra onu praktiki də elətdirirlər. Məsəl üçün bir dərs var, onun nəzərisi azdır. Sizə onu praktiki belə həyatınıza yedirtməyə çalışırlar. Yəni sizə elə eləyirlər ki, siz onu həyatınızda elə bir problem ya da elə bir situasiya qarşınıza çıxanda siz onu mütləq belə həll edə bilərsiniz. Yəni çox önəm verilir həqiqətən praktiki şeylərə. Müəllimlər tələbələrə doğrudan kömək edirlər. Professorlar həqiqətən çox yaxşıdırlar. Yəni çalışırlar ki, sizi öyrətsinlər, dərsi öyrənərsiniz. Çətinliyiniz varsa elə çalışırlar ki, o çətinliyin üzərinə işləsinlər, sizə kömək eləməyə çalışırlar da orada. O cəhətdən məncə çox yaxşıdır. Məncə də. Amma düz deyəm, bu insanın özündən də asılı olur. Bəzilərinin öyrətmə metodikası fərqli olur. Bəzilərinin necə deyim, sizi amma hamısı sizi onun anladığınızı əmin olmaq istəyir. Tapşırıq bilmirsinizsə, siz professorun ofis altına gedirsiniz və onu sizə başa salır orada dərinliyindən ki, siz onu öyrənəsiniz həqiqətən, mənimsəyəsiniz.
Cheat etmək mümkündür, yoxsa dərhal tutulursan? Çox gözəl sualdır bu. Necə? İnsanın fərasətindən də asılıdır, amma adətən eləmirlər. Yəni Çox pis yəni. çox pisdir. Çünki Amerikanların, əsasən Amerikanlardan danışım, Amerikanlar köçürməyə çox pis baxırlar. Onlar qanunun insanıdır. Özümüz oxusaq daha yaxşıdır. Çünki köçürmək həqiqətən yaxşı bir şey deyil. Yəni ona görə məncə ən yaxşısı özünüz oxuyun. Nə bilirsiniz onu yazın. Yəni bilməsəz belə ən azından özünüz yazmağa çalışın da. Aşağı da var gəlsə bilirsiniz ki, özünüz yazmısınız onu. Dərslər çox yüklüdür. Bu dərsdən asılıdır. Bəzi dərslərdə həqiqətən çox homework verirlər. Amma bəzi dərslərdə homework çox vermirlər. Və şeydən də asılıdır. Məsələn, bəzilərində imtahanlar deyək ki, dərsin 70%-idir. Dərsin əsas dərs olub olmadığından çox asılıdır. Hə, o da asılıdır. Ya da deyək ki, ev tapşırıqları 70%-dir. Onda bütün ev tapşırığı eləməlisiniz. Son imtahanlara daha az vaxt sərf edirsiniz. Bəzilərdə amma bütün imtahana çalışmalısınız. Ev tapşırıqlarına daha az vaxt sərf edirsiniz. Daha az ev tapşırıqları olur. Buna görə dərsdən dərsə dəyişir. GPA nədir və niyə hamı ondan qorxur? Onu bizə qorxuruq. Semestr boyunca sizin həm aktivliyinizi, həm dərslərdə olan qiymətlərinizi bir yerə toparlayan bir bal sistemidir. Belə izah edeyim. Adətən 4 üstündən olur. Yəni bir çox universitetlərdə 4 üstündən olur. 5 olan universitet də görmüşəm, 100 olan universitet də görmüşəm. Amma məsələn bizim universitetdən, biz universitetdə təhsil aldığımız üçün bizim universitetdə yəni 4 üstündəndir. Bu da bilirsiniz necə, dərslərdə əvvəlcədən silabusda bir bölünmə olur. Məsələn, sizin dərs iştirakınız bu qədər faiz əhatə eləyir, dərsdə midterm qiymətləriniz bu qədər, final imtahanlar qiymətləriniz bu qədər. 100% bölürlər. Hərəsindən aldığınız balı belə öz qanunlarına əsasən, öz qaydalarına əsasən hesablayırlar və 4 üstündən qiymət çıxardırlar. Sizin aktivinizi və başarınızı bir yerə toplayan bir qiymətdir də, yəni belə bir şey. Bu birinci semestrin sonu olur, sonra ikinci semestrin sonunda bir də bunlar 1 ilə 2-ni birləşdirirlər, ədəd orta, o da 1 ilin sonu olur. Belə bir şey. Və niyə hamı ondan qorxur? Çünki GPA onu CV-nizə yazırsınız və bu da sizə iş tapmağa kömək edir və yaxud da deyək ki, exchange eləmək istəyirsiniz bir semestrlik, onda da kömək edir. CV-nizdə böyük bir rol oynayır. Çünki adi şirkətə girmək istəyirsinizsə, orada yazılır ki, minimum 3.5 GPA məsələn. Ondan aşağıdırsa şansınız o qədər də az olacaq. Nə qədər yuxarıda şansınız o qədər çoxdur. Amerikada oxumaq çox bahadır. Bu da dəyişir. Əgər yaxşı balınız varsa, yaxşı bal toplamısınızsa, o üniversitedən yaxşı bir təqaüd alsaz, sizə hətta ucuz belə gələ bilər də. Çünki məsələn deyək ki, 100% təqaüdlər də olur da, ya da 50% təqaüd. Nə qədər təqaüd almamızdan asılıdır. Və orada özünüz işlədə bilərsiniz. Deyək ki, 100% təqaüd alıb, çox yaxşı, heç sən ödəmirsiniz. Və özünüz işləsəsə də əlavə gəlir qazancınız da olur. Yemək pulunuzu, qalmaq pulunuzu da rahatca ödəyə bilərsiniz, məsələn, ailənizə yük olmadan. Amma təqaüd almasaz çox çətindir, bəli, bahadır. Aylıq minimum nə qədər xərclənir? Əgər pul xərcləyən bir insansınızsa, əlbəttə ki, xərcləyəcəksiniz. Özdə ki, Amerikadakı məsələn dükanlarda çeşid çox bol olur, yəni rəngli olur, sizin çox göz oxşayıcı olur da, belə izah edeyim. Və özünü saxlaya bilməyən bir insan, pulunu xərcləyən bir insan gedib onu alacaq. Yəni ona o pulu onsuz da verəcək. Yəni onun qarşılığında heç kim yana bilməz. Biraz çətindir, amma məncə iradədən də asılıdır. Yəni iradədən tutabilirsiniz, daha az xərcləyə bilərsiniz. Təqaüd almaq asandır. Əgər çox çalışıb, yaxşı bal yığsaz, asandır. Balınız aşağı olsa, təqaüdlər həqiqətən çox çətin olur. Yəni, nə qədər yüksək balınız varsa, ya da SC-lər falan da çox önəmlidir burada əslində. Şey də önəmlidir. Bəzən bəzi təqaüdlər var, beynəlxalq tələbələrə şamil olunmur. Məsələn, sadəcə Amerikanlılar götürə bilir o təqaüdləri. Amma bəziləri var ki, beynəlxalq, yəni siz Azərbaycanlı olsanız belə yəni o təqaüdə düşə bilirsiniz. O dediyim kimi təqaüd verən insandan ya da şirkət haqqında. Amma və bəzi universitetlər var ki, bilmirəm, telefon edir deyəsən. O universitetlərə bizim ölkədə uşaqları pulsuz göndərir oxumağa. Yəni Azərbaycanda olan təqaüdlərə də başvurub gedə bilərsiniz. Ailə dəstək olmadan oxumaq mümkündür. Bu bir çox şeyə görə dəyişir. Yəni 100% təqaüd almısınızsa məncə gedə bilərsiniz. Təqaüd alandan sonra hardan gedəsən? Təqaüd alandan sonra hardan gedəsən? dayan. Düz deyil. Magistratura falan üçün məsələn adətən. Çünki universitet uşaqları yəni o qədər qazanc əldə eləmir də, yəni normal olaraq. Çünki ən azından yəni hazırlıqlara valideyn qoyur, biletini valideyn alır, sizi göndərir. Yəni valideynin qazancı həqiqətən yaşla və qazancla əlaqəlidir. Bir də təqaüdlə əlaqəlidir.
Yəni məsəl üçün Azərbaycanda bir birikiminiz varsa və yüksək təqaüd almısınızsa, onu bilet puluna və orada biraz yaşam xərclərinə xərcləyib, orada işləyib davamı gətirə bilərsiniz. Məncə bu normaldır. Amma yəni məktəb təzə qurtarmış bir tələbəsinizsə, bu biraz mümkün deyil. Çünki adi ev onu deməyim, cəmatın qoy ailəsi qoysun, deyəcək ki, bilet bahadır, qoy deməyim. Ən çox pul nəyə gedir? Oxumağa, universitetə, universitetdə yeməyə, yataqxanaya, yəni ən çox pul aparan bunlardır. Yəni universitetə pulunuz gedir, universitetin zaten öz illiyi var, ondan sonra yeməkxanaların illiyi var, yataqxana var və universitetdə siz kitablara da pul verəcəksiniz onlara layiq olaraq. Çünki hər dərsdən yox, amma bəzi dərslərdən professorlar sizin kitab almanızı istəyir və yaxud hansısa bir proqram almalısınız, oradan pulunuz çıxacaq və digər əlavə xərclərə gəldikdə də bu sizin özünüzdən asılıdır ki, nə qədər xərc edirsiniz. Onu özünüz idarə edə bilərsiniz. Tələbə kimi işləmək olar, bəli olar. Adətən bu kampus daxilindəki işlərə icazə verirlər. Məsəl üçün siz universitetdə oxuyursunuzsa, bu universitet sizə yalnızca universitet əhatəsində işləməyə icazə verir. Məsəl üçün orada research assistant ola bilərsiniz, nə bilim universitetin kafelərində işləyə bilərsiniz və yaxud yəni müxtəlif cür işlər var. Sizə uyğun olanı tapıb yəni işləyə bilərsiniz. O birisi sualına cavab verin. Neçə saat işləməyə icazə var? Həftəlik maksimum tələbələr, yəni beynəlxalq tələbələr 20 saat işləyə bilər. Amerikanlarda 40 saatdır. Amma məsələn bəzi işlər var ki, siz o işdə deyək ki, onun işin özünün maksimumu 10 saatdır. Bəzi işlər var ki, elə maksimum 20 saat siz 20 saat iş götürə bilərsiniz. Və yaxud da deyək ki, bir işiniz var, orada 5 saat olanlar da olur, həftəlik 5 saat işləyirsiniz. Onu götürdünüz, başqa iş götürə bilərsiniz, da 10 saat işləyə bilərsiniz. İkisi bir yerdə məsələn 15 saat. İki mədəniyyəti həqiqətən çoxdur. Çoxdur. Amerikada oxuyursunuzsa, yəni bu insanların orada kulturu ilə əlaqəli bir şey olduğu üçün, yəni var. Məsələn, siz uşaqlıqda da əgər Amerikan seriallarına, Amerikan filmlərinə baxmısınızsa, adicə high schoolda belə yəni o partilər olur. Yəni siz universitet həyatını bilənə düşünün. Bizim universitetin nə qədər akademik göstəriciləri olsa belə, məsəl üçün həqiqətən bir parti universiteti kimi Amerikada çox belə yaxşı yer tutur. Adətən həftənin spesifik günləri olur, həftə sonları falan, yəni səhərsi dərs olmayan günlər ki, tələbələr getsin, axşam rahatla əylənsin və tezdən durmaq məcburiyyətində olmasınlar. Dorumda qalmaq necədir? Yəni dorumdan asılıdır, sizin otaq yoldaşınızdan asılıdır, qonşularınızdan asılıdır. Əgər otaq yoldaşınız yaxşıdırsa, həqiqətən şanslısınız, çünki biraz çətindir. Mənimki də yaxşıdır bu arada. Otaq üçün çox rahat olacaq. Yola getmirsinizsə biraz çətin olacaq, çünki baxmayın da eyni otaqda qalırsınız, amma bir-birinizdən aranız yoxdur. Amma belə özünüz də, yəni qura bilərsiniz də o yaxınçılığı məncə. Amerika hərəsi bir millətlə olmağımız deyil. Və otaqların təmizliyindən də danışmaq lazımdırsa, o da asılıdır. Yəni universitetdəki elə bir yataqxanalardan, çünki bəziləri var ki, həqiqətən çox təmizdirlər, amma bəziləri onlara nisbətən belə daha pis deməyim, necə deyim, onu pis deməyim. Mən yataqxanalarda fərq edirəm. Baxın, hansı yataqxanada yaşıyorsunuz da. Məsələn, bəzi yataqxanalar var ki, onların otağı digərlərinə nisbətən daha böyükdür. Ya da belə fərqliliklər olduğu üçün o da biraz şans məsələsidir ilk ildən. Amma sonraki illər özünüz seçə bilirsiniz. Sonraki sual mənim sualımdır. Amerikalı roommate ilə yaşamaq çətindir. Mənim otaq yoldaşım Amerikalı olduğu üçün məncə bunu cevablaya bilərəm. Mənim otaq yoldaşım həqiqətən çox yaxşı bir qızdır. Düzdür, bu danışdıqlarımı başa düşməyəcək baxsa belə. Amma yəni onu tərifləyim, çünki həqiqətən tərifə layiq bir qızdır. Bilirsiniz necə? Yəni biraz tipik bir Amerikana oxşamır. Yəni əslində Yunan əsilli olduğu üçün bəlkə də ondan, yəni immiqrant sayılır Amerikada, amma məsəl üçün mən universitetdə tanıdığım Amerikalılardan biraz fərqli tipaja malikdir. Məsələn, biraz Azərbaycanlara oxşuyur xasiyyət baxımından. Buna görə məsəl üçün bir otaqda anlaşılmazlıq olur, yəni onu çox tez belə danışıb həll edə bilirik. Nə bilim, bir dənə problemimiz odur ki, o çox ventilator yandırır. Hava soyuğluğunda da çox ventilator yandırır və otaqda çox soyuq olur. Mən gəl ventilator söndürürəm, o təzə yandırır. Bilmirəm niyə, Amerikalılar yəqin ki soyuğa alışdığı üçün o soyuq sevir. Amma mən o qədər çox soyuq sevmədiyim üçün bir dənə bu problemimiz olur, başqa hər şey çox yaxşıdır. Universitetdə dating mədəniyyəti necə? Məncə onun cavabını verir. Mədəniyyətdə ümumiyyətlə və ölkələrin öz mədəniyyətləri çox fərqli olduğu üçün datingdə bizim ölkədən daha fərqlidir. Dating anlayışları ümumiyyətlə tamam fərqlidir bizim ölkədən. Ona görə mən də
fərqlidir də yəni. Amerikalılar doğrudan da soyuqdur. Yox. Soyuq deyirlər. Həqiqətən istiqamlıdırlar, sizi tanımağa çalışırlar, sizə kömək eləməyə çalışırlar. Ona görə yəni soyuqda heç deyə bilmərəm. Hətta mən deyərəm ki, Azərbaycanlar daha soyuqdur. Niyə? Və belə bir şey var ki, Azərbaycanda insanlar ilk dəfə yaxınlaşanda ya görünüş cəhətdən daha soyuq davranırlar. Sərhəd qoyurlar işlətdə. Məsələn, Amerikanlar promoy çox səmimi olurlar sizə. Amma Azərbaycanda o sərhədi qoyurlar. Tanıdıqca görürsünüz ki, həqiqətən heç də soyuq deyirlər də. Sadəcə ilk dəfədən o sərhədi yeni hamı qoyur Azərbaycanda. Amma şey də var, Amerikanlar sizə birincidən yaxın olur. O yaxınçılıq səmimiyyətsiz də ola bilər. Hə. Amma Azərbaycanda nadirən səmimiyyətsiz, yaxınçılıq olur da. Yemək işlərə alışmaq çətindir. Bizim universitetin yeməkxanası nömrə 1 olduğu üçün 9 ildir, 9 ildir. heç çətin deyil də. Düzdür, hər insan öz ölkəsinin yeməyinə daha bağlı olur. Bu Azərbaycanlı olsun da, ya da başqa bir millət olsun. Yəni insan doğduğu yerin yeməyini ora alışır deyə daha çox xoşlayır. Ona görə yəni Azərbaycan yeməklərini tapan gedir. Təbii ki, orada doğma oturub yeməyəcəksiniz. Bunu unutun. Amma yəni yeməkxanada da çox şey aslında. Çünki bəzi universitetlərin yeməkxanalarında sizə çox da bir şey vermirlər. Məsələn, kartofil falan verirlər. Hər gün onu yeyirsiniz. Çünki burada çox da yaxşı deyil, amma Bizim universitetdə ət də olur arada. bizim universitet nömrə 1-dir deyə o yemək çeşidi daha çoxdur. İstədiyinizi tapıb yeyə bilərsiniz və tək qalmaq hissi olur. İlk gedəndə məncə olur. Arada da gəlir bu arada. Hə. Bu birinci ondan danışır. Əsas bu tək qalma hissi ilk gedəndə olur. Çünki əvvəldə demişdim, yəni yeni bir cəmiyyətdir, yeni bir insandır, yeni bir insan. Çünki yeni bir cəmiyyətə düşürsünüz. İnsanlar fərqlidir, ətrafınız fərqlidir, bilmədiyiniz çox şey var. Yeni bir dildir, hətta yəni dili bilsəniz də yeni bir dildə baxmayın. Bir var, hamı sizin bildiyiniz, yəni Azərbaycan dilində bazı danışırsınız, bir də danışırsınız. Yəni birdən-birə fərqli bir dil olan bir ölkəyə gedirsiniz, fərqli insanlar olan bir ölkəyə gedirsiniz. Ona görə biraz yəni insan bir depressiyaya düşür də və tək qalmaq hissi olur ilk vaxtlarda. Çünki yəni hər millət bir-birindən fərqlidir xarakteri cəhətdən. Siz Azərbaycanlılara alışmısınız, Amerikanlılar ya da başqa millətlər daha fərqlidir. İndi onlara da alışmalısınız. Ona görə alışan kimi biraz çətindir və arada da ilk gedəndən başqa da arada o tək qalma hissini yenə hiss edirsiniz də. Tam nə vaxt alışacaq bilmirəm. Mənim ikinci ilimdir, mən bir aradan hiss edirəm. Və mən ona görə çox sevinirəm ki, universitetə təzə gələn vaxtı Leyla ilə və bir neçə Azərbaycanlı ilə tanış oldum. Yəni, ən azından Azərbaycanlı hissini alıram orada. Yəni, çünki sırf ancaq xaricilər olsaydı ətrafım, bəlkə daha çox o hissi hiss edirdim. Daha çətin olardı alışmaq. Amma məsəl üçün biz ürəyimiz çox sıxılanda və yaxud belə çox belə depressiyada kimi hiss edəndə Leyla ilə görüşürük, zaten Azərbaycanca danışırıq. Ya da bir-birimizin zarafatlarını biz başa düşdüyümüz üçün, yəni təbii ki, bir Azərbaycan zarafatını Amerikanı eləsəniz, durub sizə gülməyəcək. Amma yəni biz aramızda o yaxınçılıq, o zarafat falan var deyə arada o yalnızlıq hissi gedir. Biz üniversiteye gidəndə orada gülürəm. Və siz Amerikaya gidəndə oradakı universitetlərdə Azərbaycanlarda olacaq. O sizin üçün daha rahatdır, çünki öz millətinizdir, ondan öncə ötəcəksiniz, eləyəcəksiniz, əlaqə quracaqsınız və sizin üçün daha rahat olacaq oraya alışmaq. Yəni Azərbaycan ətrafınız olanda alışmaq asanlaşır. Mental health dəstəyi varmı? Var. Universitet daxilində var. Düzdür, mən heç vaxt o dəstəkdən yararlanmamışam. Yalan deyərəm yəni o barədə. Yəni yanlış hiss eləsəz, özünüzü dışlanmış hiss eləsəz, universitet məncə necə deyim, köməkçilər var da, yəni sizə kömək edə biləcək, psixologlar gedə bilər. Onu ödəyir bu arada, psixolog ödəyir. Amma yəni biz eləməmişik, mən eləməmişim, mən də eləməmişim. Əldə eləyərəm, hələ. Burada oxumaq insanı dəyişir, yəni Amerikada oxumaq insanı dəyişir. Hayır. Həqiqətən siz özünüz onu hiss eləməsəz belə, qıraqdaşlar həmən dəqiqə hiss edir. Məsələn, mənim dostlarım Amerikadan qalır, mənə deyir, ailəsini çox dəyişir, insan bu xarakterin ya da çox dəyişir. Biraz da böyüyürsünüz. İnsan olgunlaşır istərsən. Çünki orada, məsələn, Azərbaycanda ailənizlə yaşayırsınız da, nəsə olanda o problemi, mən məsələn həmişə çalışırım ki, ailəm həll edəsində mənim yerimə. Bir söz deyim. Azərbaycanda dişiniz ağrısa belə, siz diş həkimdən yenə ananızla gedirsiniz. Başa düşürsünüz nə demək istəyirəm. Amma orada o şansınız yoxdur. Təksiniz, yalnızsınız. Ona görə baxdırırsınız ki, işləri özünüz həll eləyəsiniz. Bu da məncə insanın həqiqətən olgunlaşdıran şeylərdən biridir. Yəni özünüz ayağınızın üstə durmaq üçün
kimi deyil yəni, amma təxminən bacarırsınız elə bir şeylər. Yəni ki, yalnız qalacaksın kardeş, yapayalnız. Biz birbirimiz olduğumuz üçün yalnız deyilik. Xəstələsə belə bir qədər yox. Həqiqətən, məsələn, mən Leyla ilə hələ çox yaxın deyildim. Həqiqətən, yəni, aramız o qədər də yaxın deyildi. Amma mən xəstələnmişdim, yəni belə zəhərlənmiş gittim kimi bir şey yoxdur. Balıqlı şeyin üstünə süt şey içmişdim, bəlkə də ona görə. Üstünə, hə, yəni bir Arada acılı suşinin üstünə. hə, spicy tunalı. Suşun üstünə gedib matça içib, ondan sonra zəhərlənmişdim. Geri qayıtmaq istəyənlər var. Yəni mən şəxsən bəzi insanlar görmüşəm ki, bir 10 il Amerikada yaşasın, çox yaxşı bir həyat olsun, fiks bir maaş olsun, gözəl ailəsi olsun, amma onlar nədənsə məsələn yenə də öz vətənlərinə qayıtmaq istəyirlər. Bu yəni dediyimiz kimi insandan asılıdır. Məsəl üçün bəzən ürək sıxılır, öz vətəninə qayıtmaq istəyir, bəzən sadəcə yetərli qədər xoşbəxtlik tapa bilmir. Yəni xoşbəxtlik tapana qədər bəlkə də öz seçimlərini arada dəyişdirməlisən. Nə bilim, o çox belə mübahisəli bir sualdır, amma var yəni. Amerikada oxumaq xəyal idi, yoxsa təsadüf? Mən Balzacdan xəyalım idi ki, Amerikada təhsil alım. Mesela Amerika mənə belə xəyali bir şeydir. American Dream. Yəni mən Balzacdan Amerikada oxumaq istəmişəm. Ona görə mənim üçün əslində təsadüfdə xəyal da bilmirəm. Xəyalım Amerikada oxumaq idi, amma biraz da təsadüf oldu. Nədən? Mən belə ay gedib imtahana hazırlaşırım, Amerikaya gedim düşünmürdüm də çox da Balzac. Biraz böyüyəndən sonra gördüm ki, insanlar gedir eləyir. Biraz da təsadüf oradan oldu ki, hə mən də belə gedim hazırlaşım falan, elə qəbul olmadı. Mənim üçün qoyacağım. Mənim üçün təsadüf deyildi. Yəni təsadüf necə deyildi? Mən də istəmişəm həmişə xaricdə təhsil alım. Hətta mən bir ara elə düşündüm ki, mənim atam icazə verməz. Çünki və bir çox ailənin də problemidir. Məsəl üçün bəzi ailələrdə də atalar ya da böyüklər, qohumlar falan düşünür ki, tək qız uşağısan, olmaz xaric, uzaqdır, tək neyniyəcəksən orada, başa bir iş gələr, özünü necə qoruyacaqsan falan. Belə çoxlu mübahisələr baş verir ailədə və uşaq belə necə deyim, baskı altında qalır və uşaq elə düşünür ki, o tək qalsa heç nə bacara bilməz. Çünki yanında ailəsi yoxdur. Yəni ailə onları elə yetişdirir ki, yəni sən tək olsan, heç nə bilmirsən, sən tək qız uşaqsan. Adətən də bu qız uşaqlarında problem olur. Oğlan olanda deyirlər ki, oğlan da yəni öz başının çarəsinə baxar, heç nə başına gəlməz, amma qız olanda bu belə problemli bir söhbət halına gəlir. Ona görə mən də atama yəni heç vaxt deməmişdim ki, mən görəsən universiteti xaricdə oxuyum. Çünki elə düşünürdüm ki, yəni atam deyəcək yox. Bir dəfə anamla söhbət eləyəndə bir dənə qız var idi ya da oğlan idi, bilmirəm. Xaricdə təhsil alırdı və mən onun videolarını çox izləyirdim. Həqiqətən YouTube'da, TikTok'da gəzmə aktiv idi. Mən ondan sonra anama nəsə, anam iş görən vaxt anama demişdim ki, bəs universiteti görsən xaricdə oxusan nə olar? Anam da demişdi ki, universiteti səni qoyan deyil. Magistraturaya bəlkə gedərsən, amma universiteti yox. Mən də belə düşündüm ki, həfisiyoda yəni atam yox deyəcək, mən də orada qalacam. Sonra hansısa bir söz arasında atama dedim, atam dedi ki, niyə getmirsən? Çünki atam da əslində başlarda narazı idi, amma sonradan gördü ki, o insanlar necə başarı əldə edirlər, necə özlərini gelişdirirlər, necə yerlərə gəlirlər. Ondan sonra ailə də razı oldu və belə başladı məsəs. Və əgər zaten ailə çox ehtimal ki, çox ailə Azərbaycanda işdən çox razı olmayacaq. Hə, çünki mənim ailəm işdən razı deyil, biraz da baxımdan. Amma siz onlarla birləşmək ailənizdə həyatınız istəyir ki, özləri artıq istəyəcək ki, siz xaricə gedəsiniz. Mən məsələn, atam yenə o da ilk başlarda biraz narazıdır. Amma son dərəcə sevinirdi ki, yəni, hə getsin qızım Amerikaya orada oxusun. İlk başlarda biraz narazıdırsa, sonradan gördük ki, yox, həqiqətən bu yaxşı ola bilər mənim üçün, daha fərqli imkanlar olar və s. Buna görə, yəni sonradan daha da sevindim də, mən də çox sevinirdim hətta getməyəmə. Hətta bəzən ailədən qırağa, yəni qohumlar falan çox belə reaksiya göstərirlər, çox yəni, hansı ki, çox yersiz bir şeydir. Məsəl üçün, sizin atanız razı olandan sonra çönüb bibiniz ya da, bilmirəm da, əminiz, xalanız, dayınız çönüb deyir ki, sən tək xaricə, ailənizin də fikirlərini dəyişməyə çalışırlar, bilmirəm, elə bir sizin üstünüzdə belə qüvvələr göndərirlər də, belə məcazi mənada. Ona görə mən xoşuma gəlir, məsələn, ailə işinə, qıraqdan qarışılmasına. Çünki yəni, bir insanın öz valideynləri razıdırsa, məncə ona heç kim qarışmamalıdır. Və işdən razı olsalardı, inanın ki, mən sonra çox sevinəcəkdir. Mən hətta bir-də papamın yanında xaricdə oxuyanların vloglarını falan açırdım, televizordan, YouTube'a qoşurdum, görmən baxıram. Amma atam da oradan onların başarılarını da çalışın ki, valideynləriniz göstərsiniz. Çünki onları görəndən sonra daha da razılaşacaqlar ki, həmən də yollanım getsin, nə bilim, başarılar əldə eləsin falan. Yəni, o da yaxşı təsir edin, məncə Allah gözəlir. Suallar bu qədər idi.
İnşallah verdiyimiz cavablar sizə köməklik göstərmişdir ya da sizin maraqlarınızı cavablandırmışdır. Ümid edirəm ki, bunu izləyənlər üçün həqiqətən yararlı bir video olar. Bizim məqsədimiz yəni o idi ki, ora getmək insanlara biraz da olsa bir köməyimiz toxunsun ki, onlar həyatdakı xəyallarına, istəklərinə nail ola bilsinlər. Və bəzi insanlar çox şablon cavablar verir, yəni adətən belə video çəkənlər. Biz istədik ki, bizim yaşıdlarımıza biz necə təcrübə eləmişiksə, elə də cavab verək sizə, ona görə fərqlilik olmasın. Yəni sizin də qabağınıza çıxa biləcək şeylərdir bunların hamısı. Və ona deyim ki, yenə də əgər getmək istəyirsinizsə, fikrinizin arxasında həmişə durun. Çünki sizin üçün çox böyük bir fərqlilik olacaq və bu fərqlilik sizə pozitiv yanda təsir eləyəcək. Onda heç nə. Görüşənə dək. Sağ olun. İnşallah bu video yararlı olmuşdur. Sağ olun.